Biri informasiya texnologiyaları mütəxəssisi, digəri tibb işçisi. Başqası isə fərqli sahədə çalışmaq arzusundadır. Bu abituriyentlər universitetə böyük həvəslə hazırlaşırlar. Məqsədləri fərqli olsa da niyyətləri birdir. Savadlı mütəxəssis kimi öz gələcəklərini qurmaq, dövlət sifarişi ilə təhsil almaq isə onları arzularına daha bir addım yaxınlaşdırır. Mənim üçün dövlət proqramının ən böyük üstünlüklərindən biri maddi dəstəkdir. Mən öncə ölkəmizdə təhsil almaq istəyirəm hal-hazırda, planımı elə qurmuşam. Arzum odur ki, IT üzrə, siber təhlükəsizliyi üzrə yönəlim. Dövlət proqramı bu cəhətdən çox böyük bir fürsətdir. Bizim kimi gənclər xaricdə təhsil alıb ölkələrinə töhfə verə bilərlər. Və dövlət proqramı həm maddi, həm mənəvi cəhətdən müxtəlif üstünlükləri var. Mənim üçün dövlət proqramı təkcə xarici təhsil almaq kimi yox, həm də ölkəmə xidmət yolu kimi görürəm. Əsas məqsədim də xarici təhsil başa vurduqdan sonra Azərbaycana qayıdıb bu biliklərimi öz sahəmdə tətbiq etmək və gələcək gənclərin inkişafına töhfə verməkdir. Məlum oldu ki, abituriyentlər yerli və xarici ali təhsil müəssisələrində seçim edərkən daha çox günümüzün reallıqlarını nəzərə alırlar. Öncəki illərdə və statistikalara nəzər salsaq, təhsil almaq üçün maddi imkanı aşağı olan minlərlə gəncin qəbul imtahanlarında iştirak etməmək və yaxud da iştirak etdikdən sonra nəticələrinin zəif olması əsasında maddi imkanlarının aşağı olmağı, onları ixtisas yerlərini seçməməyə təşviq edirdisə, bu yerlərin artırılması və şərtlərin dəyişdirilməsi artıq gənclər üçün xüsusi bir motivasiya olacağı düşünülür. Bugün bir çox gənc xarici ölkələrin nüfuzlu universitetlərində dövlət sifarişi əsasında təhsil almaq imkanı qazanır. Bu imkan onların gələcək karyera planlarına birbaşa təsir göstərir. Bugün dövlət sifarişi ilə xaricdə ikinci təhsil almaq arzusunda olanlar sırasında bakalavrlar da çoxdur. Dövlət sifarişi əsasında oxuyursunuz, yoxsa ödənişli əsaslarla? Dövlət sifarişi ilə. Açığı bunu dövlətin gənclər üçün atdığı addımlar arasında çox inkişaf etdirici bir addım olduğunu hesab edirəm. İxtisasımla əlaqədar olaraq onsuz da xaricdə təhsil almaq mənim üçün çox önəmli faktorlardan biridir. Ona görə də şəxsən bu xəbər mənim üçün çox sevindirici oldu. Xaricdə təhsil davam etdirmək əslində mənim bir xəyalımdır. Yəni çox gözəl olardı mənim üçün. Belə bir imkanın yaranması yəni əlverişlidir. Dövlət sifarişi olduqda daha yaxşı olar. Hamı üçün daha əlverişli olar. Sosial təbəqəsindən asılı olmadan bütün təbəqələr xaricdə təhsil alma imkanı qazana bilər. Xarici təhsil almaq mənim üçün çox önəmlidir. Yəni istəyərəm. Mütəxəssislər son illər dövlət sifarişi üzrə ayrılan plan yerlərinin sayının əhəmiyyətli dərəcədə artırıldığını deyirlər. 2025-2026-cı tədris ili üçün ali təhsil müəssisələrimizə təxminən 35 min nəfərdən çox şəxs məhz dövlət sifarişi üzrə təhsil almaq hüququ qazanıb. Əgər biz magistratura pilləsində nəzərə alsaq, burada sahə həddi təxminən 45 min nəfərə yaxındır. Burada həm birbaşa dövlət sifarişi hüququ qazanan abituriyentlər, eyni zamanda bakalavrlar, həmçinin də sosial həssas qrupa daxil olan bizim vətəndaşlarımız. Maliyyə Nazirliyindən bildirildi ki, növbəti tədris ili üçün dövlət sifarişi və dövlət hesabına kadr hazırlığı üzrə təhsil alanların sayının təqribən 5210 nəfər artırılaraq 151100 nəfərə, təqaüd alan tələbələrin sayının isə 7520 nəfər artırılaraq 121280 nəfərə çatdırılması nəzərdə tutulub. Şamilə Şamil qızı, Kamran İsayev, İlxan Axundov, ASTV xəbər.